Bir də burada Velura açılıb. Deyəsən bir də Nərimanov da var. Fantaziyanın qiymətləri kəllə çarxı çıxıb. Bir dənə Azzadan alınan qiymətlər çox qalxıb. Burada nə bilim Zəfidə qiymətlər normal göründü, amma dadını bilmirəm. Girək baxaq. Həm reklam olmasın, onun stadı görünür pasiv reklamda. Həm də bilmədim icazə verirlər ya yox, çəkmədim orada. Yerə getməliyim həm Səlimlə həm belə. Ona görə təkcə paxlavalardan yeyək. Qalanlarını da sonra tortda almışam. Gedirik Səlimlə Mariya ilə görüşməyə. 2 dənə üzük var. Biri Perinettin deyəsə adı yaşlı qəşəng qaşla, biri də zümrüd qaşlandır. Bəli, zümrüd gümüş üstündə olur. Keçən dəfə biri deyir, ametist isə gümüş üstü ola bilməz. Valla xaricdə almaz brilyant da gümüş üstü olur. Fərqi yoxdur. Xüsusilə şərq ölkələrindən gələndə da orta bahalı və bahalı daşlar gümüş üstü ola bilər. Zümrüd kimi bahalı daşlardan, obru orta, ametist kimi orta daşlardan. Hətta almaz brilyant belə zümrüdün üzərində olur. Mən keçən dəfə hansı vlogumda göstərmişdim. Almaz qaşlarla gümüş kolye idi. 400-500 dollar idi, manatı idi, yadımda deyil. Vloglarımda var, hansısa Hindistan ya Pakistan festivalından göstərmişdim. Temudan deyəsən saatım gəlməyib, qolbağlar gəlib, onu götürək. Hərdən çaşıram, standartda da, yəni kuryeri basmıram özüm götürməyə, ona görə bura gəlir. Tez tələsik vururam zakazı, ona görə çaşıram, kuryeri vur-bura gəlirəm. Əzizlərim, gedirəm mən opera izləməyə, Əsl Kərəm operasına, belə. Ayrıca look videosu çəkmişəm, getdim. Burada hələ en qədər var, 50 dəqiqədən çox. Orada boş-boş oturmaqdansa biraz gəlim Perron Gallery'də baxın. Buradakı lakmaya baxın, malinaya baxın, konfetlər almalıyam. Yeganə adam olacaq ki, opera konfetlə gedəcək, tapsam istədiyim əlbəttə ki. Bir dənə orijinal Duxinin tam boy testerini aldım. Antonio Banderas. Bir dənə də ki Alhambra'nın bu Alive'ını. Bu da şeyin idi birə-biri. Mugler göy almışdım. Mugler'in çəhrayı olanı var, odur. Belə açıb göstərərəm. Hər dəftərə minimalist olacağım, amma sevirəm də ətir. Ətir heç vaxt az olmur. Allah bərəkət versin, ən bahalılarını alım. Buradan aldım Lakme'dən. Lakme 28-də Ferron'un girəcəyində. Mən bu Lakme mağazalarını sevirəm. Nə qəşəng, yeni il abavasıdır. Qəşəng parıldayır. Adama xoş gəlir. Bizdə Səlim sındırır. Səlim sındırmasa, yəni mən onu gizlətməli olacağım, alıb qoyaram. Mən xoşum gəldi. Burada da böyle yeni il qəşəng çaşqaları falan var, baxın. Süperdir. Çaşqamla sonra alma olur. Çaşqam çoxdur, yalan nə deyim. Amma onları ala bilməm. Bir də mən həmişə ömür boyu bu qar kürəciklərini sevmişəm. Çıxdıq 28-dəki opera studiyasından. Opera burada olacaq. Gəldi, qardiroba verdi. Burada balaca bufiyə çıxdı. Və insanlar gəlib. Buradan qapının açılmasını gözləyirik. Həmən. Saçımı hava aləmi qapışdırıb vurub. Gəldim, oturdum burada. Qəşəng. Yaxşıdır əslində. Axırdan üçün yox. Amma bura yəni çox hündür deyil. Ən əsası pilləkənləri rahatdır. Sizə göstərim. Mən burada hardasa 10 il qabaq olmuşdum. Nəsə simfonik əsərləri Çaykovskiyə deyəsən dinləyirdim. Yanılmamsa. Bir dırnaq arası patırqam var idi. O gətirmişdi mənim. Ona da bilmirəm kim vermişdi. Dedi, istəyirsən, dedim hə. O vaxt məncə elə qruplar falan yox idi. Sosial media platformaların üstünlüyü odur ki, marifli işlədəndə hətta siz qruplar belə tapırsınız. Məsəl üçün elə qruplar var, pulsuz gedirsiniz. Elə qruplar var, illik ödəniş eləyirsiniz. 10 manatlıq qrup var, 30 manatlıq qrup var və sonra qrupa daxil olan yerlərə istədiyinizə yazıb, yerlərdə olmadısa gedə bilirsiniz. Üçün o qruplardan biri Artistan qrupudur, hansı ki illik abunə haqqı 30 manatdır. Və tez-tez müxtəlif konsertlər, digər tədbirlər olur. Məsəl üçün, dünən mən teatra Artistan qrupu ilə getmişdim. 28-nə də yanılmazsa nəsə tədbir var, amma onu fikirləşirəm. Görəm, başqa şey olmasa ona gedəcəm, yerlərdə olmasa və bura gəldim. Görürsünüz, dünən yazılmağımdan artıq 3 tədbir var orada, ikincisine gəldim.
sizə piyesa haqqında təsərrüfatlarımı deyim, daha doğrusu opera haqqında. Əlbəttə ki, Korifey bəstəkarımız, bizim Şərqin o ilk opera yazanı, ilk opera bəstəkarı Üzeyir Hacıbəyovun operasıdır Əsli və Kərəm. Bildiyiniz Əsli və Kərəm dastanı əsasında yazılmışdı. Çox gözəl idi. Yanılmıramsa, mən bilənin quruluşçu rejissoru Mehriban xanımı idi. Mehriban Ələkbərzadə. Çox gözəl quruluşda idi. 2 pərdəli idi. Çox gözəl dincəldi. Artistana buradan təşəkkür edirəm o gözəl dəvət üçün. Burada keşiş xristiyan göstərilir. Xristiyanı hətta bir cür deyirlər, sözü unutdum. Amma dastanın özündə mən yadımda qaldığı qədər və operada Əslinin adı elə Əslihan idi. Şəhzadənin adı, Kərəmin adı Mirzə necə Əhməd deyəsən, yadımda deyil. Başımda deyil ki. Əsərin, dastanın özündə xristiyan keşişi dedikdə hayboş, mən ermənilərə hayboş deyirəm. Hayboş keşişi olur, hansı ki içində biz türklərə qarşı kin, küdurət, ümumiyyətlə onlar xain gələcək, xain gedəcəklər bu dünyadan, onların burasına öyle yazılıb. Xəyanətindən də, yəni ki, əsər dastana keçək. Dastan belə idi ki, deməli, padişah olur. Deməli, operada göstərilir İsfahan padişahı. Bildiyim qədər dastanda Qarabağ xanı olur. Oğlu Mahmudun və vəziri keşişin qızı Məryəm, erməni keşişi, hayboş keşişi. Məryəmin məhəbbətindən danışır, hansı ki, hayboş keşişi buna izin vermir. Bütün əsər olduğu kimidir və neynəsin tilsimlə məşğul olduğu üçün gəlinlik paltarı libası tikdirir və ona tilsim oxutdurur. Mən dastanı sizə deyirəm. O tilsimdə düymələri bir-bir Kərəm açdıqca bağlanır və ən sonunda ateşə tutur. Kərəm Məryəmin gözündə, daha doğrusu Mahmud Məryəmin gözündə ölür və həmin ateş özünü ataraq Məryəm də yanır. Onlar dastanda Məryəmi Əsli adlandırır Kərəm, Mahmudu da Kərəm adlandırır. Bu mənə hələ o vaxtı, uşaq vaxtı nənəmin danışdığı idi. Bir hayboş qızına görə ölməyə dəyər miydi? Dəyməzdi. Neyse, bu bir dastandır. Əsərsə harikadır, gözəldir, superdir. Çox bəyəndim. Üzeyir Hacıbəyovun əsərlərini bəyənməmək olarmı? Əlbəttə ki, bəyənməmək olmaz. Çünki dünya miqyasında olan bir bəstəkardır. Dünyasını dəyişsə də xatirələrdədir. Xatirəsi yaşadıqca deməli həmin bəstəkar yaşayır. Bir daha təşəkkür edirəm artistana dəvət üçün. Əməyi keçən hər kəsə də təşəkkürlər. Deməli, siz hər dəfə soruşursunuz ki, Rəhimə xanım necə olur? Siz teatrlara gedirsiniz, tamaşalara gedirsiniz, opera, baletə gedirsiniz. Mən hər dəfə sizə bölüşürəm. Daha bir dənə bölüşmək istədiyim qrup var. O da artistanıdır. Adı bu reklam deyil, tamamilə tövsiyədir. Çünki mən özüm də həmin qrupa ödəniş eləmişəm. İllik abunə haqqı 30 AZN-dir bir nəfər üçün. Artistan səhifəsinə yazırsınız, onlar sizə şərtləri göndərir. İstəyirsinizsə sizə kart nömrəsini göndərir, kartı ödəniş edirsiniz, sizi daxil edirlər qrupa və qrupda paylaşılan hər bir tamaşadan, tədbirdən yararlana bilərsiniz. Çox vaxtdakı bir adama bir neçə dəvətnamə verə bilərlər. Məsəl üçün, dünən də bugün də mən artistanın xətti ilə tamaşaya və operaya qatılmışdım. Bölüşdüm ki, kim istəyirsə o da qatılsın. Maarifli olaq. Mən çox istərdim ki, bizim cəmiyyət daha da maarifli olsun. Mən xalqımı sevən insanam, millətindən asılı olmayaraq. Ona görə istəyirəm ki, mənim xalqım maarifli olsun, cəhalətdən uzaq olsun. İnanın, bütün sosial media platforması yaxşıdır. Sadəcə pislər onu pis formaya gətirib, pislərdən, cahillərdən uzaq olaq. Ən gözəli bizim olsun. Julius Caesar'ın bir sözü var, deyir, bir milləti məhv etmək istəyirsənsə,
onu çalıb oxumağa və xırdalveri öyrət. Yəni ki, maariflənmədən, oxumaqdan, mədəniyyətdən uzaq olan bir millətin gələcəyi olmur, yaddaşlarda heç nə qalmır və onunla da məhv olub, bəşəriyyətdə unudulub gedir. Amma bizim ən qədim xalq olaraq, dünyanın ilk xalqlarından, ilk millətlərindən biri olaraq, Oğuz türkləri olaraq, Azərbaycanlı olaraq xalqımızı yaşadaq, böyüdək, özümüzü dünyaya tanıdaq, özümüz tanıyaq, maarifli olaq. Ona görə qrupa daxil olun, sizlər də abunə olun. 30 manat yeri gələndə 1 ya 2 tamaşanın qiymətidir, amma görün bir il ərzində hansı tədbirlərə qatılacaqsınız, hələ bir canlıda da oxuyacaqsınız. Artistanın qrupuna qatılmağı unutmayın. Bu arada bir üstünlüyü də deyim də, ulduz xəstəliyinə tutulmuşam axı. Məni görə bilərsiniz tədbirlərdə. Bu arada kim məni harada gördüsə mütləq yaxınlaşsın, istər tədbirdə, istər başqa yerdə. Realda tanış olaq, siz çoxsuz, mən az. Siz məni monitor arxasından görürsünüz, nəsə yox. Bu arada çoxları yaxınlaşır, sizlər də yaxınlaşın. Yaxınlaşanlar da olur, utananlar da olur. Neysə, özüdən kənara çıxdıq, Artistana qoşulun qrupa və tədbirlərə qatılın. Saat 2-yə 17-18 dəqiqə işləyib, mənim yolum yoxdur. Gəlin sizə aldıqlarımı göstərim. Bilirsiniz ki, operaya getməmişdən bir qədər öncə tez gəlmişdim. Ona görə 22 manat verdim. Yox, 17 manat 50 qəpik mi verdim, nə verdim? Deməli, 10 manat idi. Bilirsiniz ki, bu persiklə, mango ilə, vişnya ilə, sliva ilə olanları mən sevirəm. Daha doğrusu. Şaftalı. Şokolad içində şaftalı. Şokolad içində albalı. Şokolad içində gavalı. Şokolad içində mango. Bəzilərinin içində araxis, bəzilərinin fındıq, bəzilərinin qoz olur. Bu 10 manat idi, yarım kilosu. Bugünkü yarım kilosu 11 manat idi. Sadəcə bunun biri upakovkası olmadığı üçün və o pulu ola bilsin ki, kimlərsə onu ala bilmir. Onlar da upakovkanı belə açıb, laf zamanı da çəkib verirlər. Və kimlərsə o upakovkadan aldığı üçün, o bağlamadan aldığı üçün bu bağlamadan tapmadılar. Dedim, yerdə qalan hamısını götürə bilərəm. Dedilər, bunu da çəkdilər. Ona görə ikisi bir yerdə 12 manat 95 olun, 2 dənə var. Məndə bundan əvvəlki biraz başqa cür idi. Bu başqa cürdür. Qara gavalı araxisləndim. Məndəki olan qara gavalı isə qozla idi. Belə, mən bu konfetləri sevirəm əslində. Və bu konfetləri mənim bir iş yoldaşım vardı, Səbinə adlı. Onlar da işləyəndə sonra Kanadaya köçdü, evlənib. Oğlan da Azərbaycanda, qız da. Nəysə, o məni qonaq eləmişdi. Mən də gedib konfetləri almışdım. Sonra da mən mağazadan almışdım, bəyənmişdim. Daha sonra qiymətlər artdı və qiymətlər artdandan sonra da dadı pisləndi. Və pis olduqca da almadım. Çünki artıq şokolad o şokolad dadı vermirdi, o içlik deyildi. Amma illər sonra buna rast gəldim və aldım. Bəyəndim, aldım. Sonra deyirəm, mən bu konfeti hardan tanıyıram? Sonra yadıma düşür ki, mən illər öncə bu konfeti sevirəmmiş. Sevgimiz elə bu qədərmiş, məhəbbət qürbətə gedərmiş. Bilməzdim, bilməzdim, bilməzdim. Ah, bilməzdim. Hə, konfetlə sevgimiz qürbətə getmişdi. Sonra sevgim, yəni konfet qürbətdən gəldi. Mən hətta bunu açaq, məndə bu qozla mı idi? İndi bu araxisləndir. Araxis yəni yer fındığı. Türklər püstəyə də fıstıq deyirlər. Fıstığa da fıstıq deyirlər, yəni. Püstəyə də fıstıq deyirlər. Püstəyə də fıstıq deyirlər. Araxisə də fıstıq deyirlər. Əslində fıstıq, fistaşki püstədir. Araxis isə yel fındığıdır. Amma türklərdə o da fıstıqdır, bu da fıstıqdır. Neyse, anladınız. Bu da tatlıdır. Bu tatlıdır.
qozla olandır. Birinci yerdə qozla olan, ikinci yerdə bu. Cümə axşamına getməliyəm xalamın. Xalam rəhmətə gedib baxım. Həftəsi çıxdım. Cümə axşamına getməliyəm, amma gedə bilməyəcəm, mən gedim. Dəyim gəlim. İndi yox, sabah. Sabah deyənə bugün, amma artıq səhər açılandan sonra. Yaxşı adam idi, mələk kimi insan idi, elə mələk kimi də qanadlandı, getdi. Deyəcəksiniz gülümsünə deyir. Sadəcə son vaxtlar əzabda idi, yazıq. Əzabdan canını qutardı. Allah rəhmət eləsin xalamlar, ruhunu şad eləsin, qəbrini nurla doldursun. Yerin cənnət məkanın behişt etsin. Onsuz da o mələk kimi insan idi. İnşallah da ki yeri cənnət məkanı behişt olar. 8-dəki lakmidən 2 dənə ətir aldım. Biri tester ətirdir. Unpacking'ını da 35 manatda. Antonio Banderas'ın. Bu 24 manatda. Bu yadınıza gəlir mənim orijinal Angel Mugler necə oxunursa, Angel Mugler'im vardı. Mavi rəngdə. Onun qırmızısının cüpudur bu. Ayrıca Unpacking'ci. Onu bilirəm ki, əlimə yumuşam eləmişəm, hələ də əlimdədir. Bu da ki, bunun 2 rəngi vardır. Bu özü orijinaldır, sadəcə testerdir. Tester deyəndə balaca tester nəzərdə tutulmur. Bəzən mən insanlara bu açıqdır deyənlər, Unpacking'dan qabaq açım. Mən aldığım budur. Obursu biraz gül idi. Bu güllə tündlükdə. Obursunu da alacağım inşallah qələmə. Bəlkə də yaxın günlərdir. Ətir manyakıyam da. Mən istəyirəm ki, mənim ətir kolleksiyam olsun. Nisha, Lux, orijinal, Dubai, fərq etməz. Çox gözəl olsun. Sadəcə açığı idi. Mən sizə deyim ki, tester ətirlər daha ucuz olur. Məsəl üçün, olur ki 30 ml hansısa 50, 100, 100 ml 50'nin ya 30'un qiymətini olur. Tam orijinal olur. Sadəcə tester verirlər ki, insanlar üçün alıcı iynəsin, amma satırlar. Bir yandan da yaxşıdır, biz alırıq. Bu açığı da göstərdim. Unpacking videosu ayrıca gələcək. Allahım əzizlərim, mən gəldim, getmişdim Mariyadan, Marika Silverdən növbəti təbii daşlardan olanı götürməyə. Mən təbii daşlardan mənim kolleksiyam var və gümüş üstədir. İndi bəziləri ki, əsl təbii daş gümüş üstə ola bilməz. Çünki onlar çox ağıllıdırlar. Və özlərinin ağıllarını, biliklərini internetdə, sosial mediada təsdiqləyirlər. Hətta mən onları məyus edim ki, hətta almaz və brilyantlar, almazdan yaranmış brilyantlar belə şərq ölkələrində, hətta artıq qərbdə də var, gümüş üzərində işlənilir. Məyus etdim. Bu dəfə də sözü təsdiqləyə bilim. Neyse, Maria bizim yerli Mariadır. Özümüzküdür, öz malımız. Bir öz malımız, özümünkidir, öz qızımızdır. Rusça bilməyənlər Azərbaycanca müraciət edə bilər. Başqa yerlərdən daha ucuz, brend mağazalardan daha ucuz, amma demirəm, daha 5-3 manata. Amma daha sərsəri qiymətə və əsl gümüş təbii daşlar gətirir. Əlbəttə ki, gümüş olub təbii daşlar olmayanlar da var. Hamısında təsviratında yazır. Bunu açsam xoşbəxt olaram. Əsli Kərəm operasına gedirəm bu arada. Elə taxaram. Belə bir sözün əsl mənasında bahalı daş olan zümrüdlər. Zümrüd çox bahadır. Çox. Ola bilməz gümüş üstündə olsun. Ta ki siz deyən olsun. Siz gedin bahalı sizi aldadan yerlərdən alın. Onda yaxşı olacaq. Siz buna layiqsiniz. Axı siz çox ağıllısınız. Mən sirkon buradan zümrüd salanan sırğamda var gümüş üstə. Mən zümrüdləri çox sevirəm. Deyəcək Hürrəm Sultan da zümrüd sevirdi. Xeyr, Hürrəm Sultanı filmdə zümrüd üzü göstəriblər. Əslində Hürrəm Sultan zümrüdü sevməyib. Onun o əfsanəvi üzüyü hansı ki özünü o dünya özüyünə aparıb qəbirdədir. O brilyantlardan ibarət olub. Bilmirəm nə üçünsə zümrüd kimi göstəriblər. Formasını bilmirəm həqiqətdə necə olub. Bu əsl zümrüdlərdir. Bir dənə də bu tipdə var. Ağ sirkon qaşlarla əhatə olunmuş. Və opera tələsrəmi bu var. Və belə bir bunun adı Peridanit yadımda qalmayıb. Marika adını taq edəcəm. Buraları da safirdir. Safirlər rəngarəng olur. Tək göy rəngdə olmur, qırmızı olur, sarı olur, ağ olur, belə. Bu da bu əsl şıraqlara layiq üzükdür. Bu qara neynəsə
Milena mı nədirsə işlənilib, üzərindən qara neynəsə gümüşlə işlənilib. Bu isə qızıl su ilə çəkilib. Bu da qızıl su ilə çəkilib, amma qara bilmirəm, yadımda deyil o materialın adı, yalan deməyim. Mənim üzüklərim bu. Siz də Mariyadan sifariş edin. Sizin əsl mənası. Təbii olmayanda yazır ki, məsəl üçün sirkondur, təbii daş deyil. Təbii daş olanda yazır, çəkisini yazır. Çəkisi nə qədərdir bilmirəm. Mariyanın səhifəsinə baxırsınız, neçəyədir qiyməti. Mariyanın səhifəsinə baxarsınız. Belə, Mariyanın xətrini çox istəyirəm. Mariya da mənim kimi özəl övlad anasıdır. Ona görə biz bir-birimizə xüsusi hörmətimiz var. Allah balalarımız olmayan yerdən şəfa versin və cəmi xəstə uşaq analarına və həmin o xəstə uşaq uşaqlara baxan ataları, bəzi xəstə uşağı saymayıb, sağlam uşağı sayanlar ataları, xəstə də olsa sevinən deyil, xəstə olmasa da sevinəcək ki, sağalır. Bu da pul verməyəcək. Hələ xəstə uşağına baxmayıb. Dilənçi payı verən atalar da sevindirsin ki, uşaqlar oğlum daxil olmandan sağ olsun, ondan pul da istəməz. Neyse əzizlərim. Bu arada bilirsiniz də, söyləmə falan qəşəng iş düşür. Lezzət. IP kodu tapacaqlar. Tək səhifə işlədənlərə deyil, səhifə işlədənlərə yazanlara da sağ olsun dövlətimiz qanun qüvvəyə minib. Yəni təhqir ayrı, tənqid. Təhqir eləyənlər onsuz da öz ailə tərbiyələrini göstərirlər. Tərbiyə. Və ilk növbədə özlərinə hörmət etmirlər. Belə, mən getdim.